Çox eqolusuz, biraz aşağıdan gəlin. YouTube səhifəmə belə bir rəy gəlib, istədiyim video şəkildə cavablandırım. Ümumiyyətlə cəmiyyətimizdə bəzi insanlar tərəfindən insanların öz gördüyü işin keyfiyyətindən əmin olması, real uğurlarını dilə gətirməsi və özünə güvənməsi ego olaraq qəbul edilir. Əgər insanın öz potensialının fərqində olması və keyfiyyətli təhsili müdafiə etməsi egodursa, mən dünyanın ən eqolu insanıyam. Və bu egonun arxasında boş-boş sözlər yox, illərin zəhməti, əziyyəti və nəticələri dayanır. Xanım rəydə yazıb ki, biraz aşağıdan gəlin. Niyə aşağıdan gəlməliyəm ki? Kiminsə özünə inamsızlığı, kompleksləri rahatlasın deyə, niyə öz standartlarımı, səviyyəmi və bacarıqlarımı aşağı salmalıyam ki? Mən o videoda bacımın ingilis dili dərsləri keçdiyindən danışmışam. Fəxr edirəm və yenə fəxrlə deyirəm ki, o bu işdə ən yaxşısıdır. Çünki Ləman müəllim bu adı evdə otur-otur özünə qoymayıb. Beynəlxalq IELTS sertifikatı İtaliyanın ən prestijli universitetindən aldığı magistr təhsili və savadı ilə təsdiqləyib. Biz bu pillələri birdən-birə yox, bir-bir dırnaqlarımızla qazıyaraq çıxmışıq və kiminsə mənfi rəyinə görə aşağı baxası deyilik. Bir də xanım yazıb ki, sizin də müəllimləriniz olub. Əlbəttə mənim də müəllimlərim olub. Mənim müəllimlərim elə vizyonlu, özünə güvənən müəllimlər olub ki, mənə aşağı baxmağı yox, daim zirvəni hədəfləməyi öyrədiblər. Mən də bugün şagirdlərimə bunu aşılayıram. Özlərinə güvənməyi, savadı ilə önə çıxmağın və heç kimə görə öz işıqlarını söndürməməyi. Uzun sözün qısası biz yuxarıdan getmirik. Öz dəyərimizin və potensialımızın fərqindəyik. Sizə də məsləhətim odur ki, uğurlu insanları, xüsusilə də uğurlu gəncləri geri çəkməyə çalışmaq əvəzinə arada biraz yuxarı baxın. Düzdür, boynunuz ağrıyacaq, amma vizyonunuz genişlənər. Son olaraq, biz bu işdə ən yaxşısıyıq. Şübhəsi olan dərslərimizə qoşula bilər. Hər kəsə uğurlar.